Dövlət Məşğulluğu Agentliyi ölkədə ötən il ərzində işə götürülən vətəndaşların sayını açıqlayıb. Eyni zamanda işsizlikdən sığorta ilə təmin edilənlərin də sayı məlum olub. Dövlət Məşğulluğu Agentliyinin digər açıqlamaları barədə daha ətraflı sujetdə. Ötən il ölkədə 189 min nəfər işlə təmin olunub. 16.827 nəfər isə özünə məşğulluq proqramından yararlanıb. Dövlət Məşğulluğu Agentliyi İdarə Heyətinin sədri Hasil Abbasovun sözlərinə görə bu proqram 6 il ərzində 113 minə yaxın vətəndaşı əhatə edib. Ümumilikdə proqram çərçivəsində vətəndaşlarımıza 32 biznes ideyası, biznes istiqaməti üzrə zərflər təklif edilməkdədir. Agentliyin sədri deyir ki, 2025-ci ildə 18 mindən çox şəxs peşə hazırlığına cəlb edilib. Onlardan 11 mindən çoxu qadınlardır. 175 prioritet peşə əsas götürülmüş və bu peşə hazırlığı iki formatda həyata keçirilir. Biri, Dövlət Məşğulluq Agentliyinin tabeliyində olan 4 peşə hazırlıq mərkəzi vasitəsilə eyni zamanda biz əməkdaşlıq etdiyimiz özəl müəssisələri də bu işlərə cəlb edirik, tədris müəssisələrinin və əməkdaşlıq etdiyimiz müəssisələrin sayı 180-i keçmişdir. Agentlik tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2025-ci il ərzində 10.805 nəfər işsizlikdən sığorta ilə təmin edilib. Bilirsiniz ki, sığorta hadisəsi proqnozlaşdırıla və ya hesablana bilmir, amma vətəndaşımızın işsizlikdən sığorta haqqının, hüquqlarının bərpa olunması, bərqərar olunması istiqamətində də agentliyimiz geniş həcmli işlər həyata keçirməkdədir. Növbəti 4 il ərzində bəzi peşələr aktuallığını itirəcək. Hətta beynəlxalq araşdırmalara görə 2017-ci ildən sonra doğulan uşaqların 60%-dən çoxu əmək qabiliyyəti yaşına çatdıqda hazırda mövcud olmayan peşələrdə çalışacaq. Hasil Abbasovun sözlərinə görə süni intellekt bəzi mütəxəssislərin işini görə bildiyi üçün həmin peşələri transformasiya edəcək. Süni intellektin iş yerlərini azaltması deyil, iş yerlərində insanlardan gözlənilən tələbləri transformasiya edəcək. Hasil Abbasov ötən 5 il ərzində azad edilmiş ərazilərdə işlə təmin olunan vətəndaşların sayını da açıqlayıb. Onun sözlərinə görə bu işçilərin 58%-i dövlət, 42% isə özəl sektorlarda çalışır. Keçən dövr ərzində ümumilikdə işğaldan azad olunmuş ərazilərimizdə 8000 vətəndaşımız işlə təmin olunmuşdur və 742 nəfərin də məşğulluğa cəlb edilməsi istiqamətində fəaliyyət həyata keçirilməkdədir. Təkcə 2025-ci ildə 2847 nəfər vətəndaşımız işlə təmin edilib. Dövlət dəstəyindən yararlanmaqla işğaldan azad edilmiş ərazilərdə öz biznesini quran şəxslərin sayı ötən dövr ərzində 705 nəfər təşkil edib. Hazırda 266 nəfərlə özünə məşğulluq proqramı üzrə işlər davam etdirilir. Rəşad Vəkiloğlu, Tural Əliyev, Space xəbər.